Həmçinin 67-ci sünnə əməllərdən namaz qıldığımız zaman sütrədən istifadə etməkdir. Sütrədən istifadə etməkdir. Və əksər alimlərə görə sütrə vacib, təkid olunmuş sünnədir. Peyğəmbər s.ə.v-in, yəni vitr namazı təkid olunmuş sünnədir. Sütrə də qoymaq da o cür nədir? Və ayrıca sütrə barəsində dərsimiz var. Yəni girib istəyənlər dinləyə bilər o dərsləri. Və Peyğəmbər s.ə.v buyurur ki, sizdən biriniz namaz qıldığı zaman önünə bir sütrə qoysun deyir. Çünki onun qarşısından, yəni kim keçsə onun namazını pozmasın. Ona görə də bu əmrdir ki, müsəlman bir kimsə namaz qıldığı zaman qarşısına sütrə qoymalıdır və yaxud da harasa yaxın bir yerə durmalıdır ki, onun önündən keçən onun namazını pozmasın. Çünki onun qarşısından keçən Allah Rasulü buyurur ki, nə boyda günah qazandığını bilsəydi, 40 il, gün, ay sahabədir, bilmədim hansını söylədi, yerində dayanıb tərpənməzdi o yerinə. Yəni, görün nə boyda bu əməlin yəni, təhlükəsi var. Ki, Peyğəmbər s.ə.v bu cür əmr edib ki, yəni, namaz qılanın qarşısından keçmək olmaz. Ona görə hətta hədislərdə gəlir ki, Peyğəmbər s.ə.v şeytan keçmək istəyir, tutun onu. Hətta deyir, mən onun dilinin soyuqluğunu əlimdə hiss elədim, deyir. Əgər deyir, qardaşım Süleyman olmasaydı, mən o bağlayarım məscidin, belə deyək də, dayaqlarına uşaqlardır, keçib oynayardılar, əylənərlər bir oyuna. Peyğəmbər s.ə.v buyur hədisdə. Çünki niyə görə deyir, qardaşım Süleyman olmasaydı? Çünki Süleyman aleyhissalam Allah təala dua etmişdi ki, ya Rəbbi, mənə o heyvanların dilini bilmir. Həmçinin cinlər Süleyman aleyhissalama tabe idi axı. Məndən başqa bunu heç kəsə vermə. Əgər Peyğəmbər s.ə.v istəsəydi, ona da veriləcəkdi. Ona görə deyir ki, qardaşım da Süleyman olmasaydı. Ona görə Peyğəmbər s.ə.v hətta şeytan belə keçmək istəyəndə onu tutur, qoymur keçməyə. Çox təəssüf ki, bugün məscidə girirsən, qabağında nə boyda məsafə var, dayanır, insanlara da maneçilik törədir və qardaşlara da görürsən, günah qazandırır. Ona görə də müsəlman diqqət etməlidir ki, bu sünnəni nə etsin, yaşatsın. Peyğəmbər s.ə.v-in bu sünnətini.